Gəldi uşaqlar bizim gözümüzün işığı, çox sevdiyimiz, çox istifadə edəcəyimiz CSS özəlliyi Flex-ə. Flex nədir uşaqlar? Flex bir display özəlliyidir. Kodlar rahat görünsün deyə burada yazıram. Deyək ki, bizim konteynerimiz var. Və dəyəri display flexdir. Display flex vasitəsilə biz elementlərimizi hizalaya bilirik və hizalayırıq. Hizalamaqdan qəsdim nədir? Yəni, qıraqda dursun, aralı dursun, ortada dursun, solda dursun, sağda dursun, yuxarıda dursun, aşağıda dursun. Bunu edə bilirik. Lakin bu position kimi deyil. Gedək flexə baxaq. Baxa bilmirik. Burada nəsə bu qədər şey açıldı. Okay. Flex yazırıq, heç nə çıxmır. Çünki flex ilə bağlı çox şey var. Flex uşaqlar bizə bu cür kartları yaratmaq və onları idarə eləmə imkanı tanıyır. Buna keçmədən qabaq bir dənə sizə bir şey məşq elətdirim, onu qavrayın tam. Ondan sonra ürəklə rahat flexə keçin. Media query'lər. Media query'lər nə edir uşaqlar? Media query'lər bizə imkan tanıyır ki, müxtəlif ekran ölçülərinə görə kod yazaq. Necə yəni? Media query deyirik. CSS media query. Deyək ki, bizim qutumuz var. Qutuda salam yazır. Qutu media query-ni gəlib buradan götürə bilərsiniz. Məndən məsləhət götürün ki, hərf səhv eləməyin. Burada deyir ki, max width, yəni maksimum ölçüsü bura qədər olanlar. Bu isə işte qalan bütün hallar. Maksimum ölçüsü 1000 pikselə qədər olanda, ya da misal üçün əsasən 996 verirlər tablet ölçüsü. Box normalda olsun qırmızı, 1000 pikselde olsun mavi, 600 pikselde olsun, yəni telefon ölçüsündə artıq yaşıl. Daha da seçilsin deyə buna ölçü verək. Width olsun kompüterdə 80%, margin auto ki ortalansın. Tabletdə olsun 90%, hətta seçilsin deyə buna 60 deyək. Telefonda isə 100%. Tam tutsun. Format dokument edirəm, kodumu sərəyə salıram, gedək görə işləyirmi? Hal-hazırda yaşıldır. Mən inspekti açaraq, uşaqlar, bu hissədən, baxın bu yox, bu hissədən ölçümü ayarlayıram. Misal üçün deyirəm, mobile ölçüsü istəyirəm. Mobile ölçüsü nə qədərdir? 320 piksel. Gəlirəm buradan, məsələn, iPhone 12 Pro-nu da seçə bilərəm, spesifik cihazı. iPhone 12 Pro-da 100%-dir və bu yaşıl rəngdədir. Deyə bilərsiniz ki, 100%-dir, hani 100%, qıraqlarda boşluq var axı. Deyirəm ki, haqlısınız, gedək baxaq görək nəyə görədir. Səbəbi ağlına gələn varmı? Var, sıfırlamamışım. Yaşa, reset CSS-in istifadə olunmaması. Gedib baxarıq ki, biz yazmasaq da body'nin 8 piksel margini var. Chrome özündən belə bir şey eləyir. Canı qurtarmaq üçün reset CSS, box sizing, border box, margin 0, heading 0 deyib başlayırıq, artıq problemsiz formada olur. Yaxşı, sonra gəlirəm, deyirəm ki, mənim misal üçün iPad olmalıdır burada, ya da Netstab falan, misal üçün baxın, 1024 tablet ölçüsü, hətta keçir deyə mini, artıq özünü desktop kimi aparır. Bunu misal üçün əlimizlə bölçək, biraz kiçildək, baxın, artıq mavidir. Siz biraz çətin görürsünüz, bunu düzəldim. Formada, kompüterdə belədir. Kompüter versiyasından keçəndə 90%-ə düşür, tablet versiyasında yəni. Telefon versiyasında isə 100% tutaraq
belə olur. Sual varmı? Okey. Sürətli formada. Flexdən biz single line-ları hizalamaq üçün istifadə edirik. Yaxşılar, davam edirik. Single line-larda flex, multi line-larda griddən istifadə etmək məsləhətdir. Grid də keçəcəm. Amma grid olmayan vaxtı da hamısını flex-lə rahat idarə edə bilirdik. Sadəcə istifadə qaydası necədir? Əgər single line-dırsa flex, multi line-dırsa griddən istifadə edə bilərik. Ha belə, işte single line üçün də grid işlədə bilərik, multi line üçün də flex işlədə bilərik. Sizə qalmış bir şeydir. Əksər developerlər flex-lə işləyir. Səbəbi işte neçə ildir bu işləyir, hər işimizi görür. Grid əladır, amma belə deyək, indiki maşınımız ki, hər işimizi görür, təzəsini almaq istəmirik. Yəni mən özüm işləyəndə flex-lə işləyirdim bütün proyektlərimi. Dərs deməyə başlayandan sonra gridi misal üçün şans verdim gridə, gördüm ki, hə, pis deyil. İndi misal üçün komanda yoldaşlarıma əgər narahatçılıq törətməyəcəksə, yəni atıram, bizim senior deyək ki, grid nədir bilmir. Sadəcə belə deyək, bombalıq eləyib gridlə yaza bilməzsən. Çünki yəni ola bilərsən yaxşı proqramistsən, amma komandanın uyumunu bozursan. Yəni, o biri proqramistlər üçün çətinlik çəkə bilər. Düzdür, peşəkarlıq cəhətdən bunu öyrənməyiniz vacibdir. Amma söhbət işdən gedirsə, yəni cəmaatla ilə işləyirsən də onunla işləməlisən. Yəni uyumluluq söhbəti daha vacibdir. Okey. Dolayısıyla yəni flex-lə yazmağa öncəlik verin, amma griddə bilin, çünki yəni grid əladır, çox rahat yazırıq ondan. Keçək indi görək bu flex nədir? Siz flex deyirik, baxırıq. Media query ilə bağlı sual yoxdur ki? Yox, əla. Box salam yazmışam uşaqlar. Ən sadə formatda başlayıram. Elementi ortalamaq. Salamın olsun display flex dəyəri. Hətta display flex-dən qabaq adi bir dənə buna width verək 100 piksel. Və daha sonra background color verək. Misal üçün nə olsun? Green. Okey, bəsdir. Salam buradadır. Mən bunu necə ortalayaram? Margin auto deyərik. Özü ortalanar. İçindəkini ortalamaq lazımdır. Nə edə bilərəm? Yenə də, yəni tam ortalamaz. Cebimdə ortalayacaq. Niyə belə oldu? Yox, reset CSS yazmamışam. Box size border box yoxdur deyə özünü böyütdü. Mənim 100-ə dəyərimi saymadı. Okey, gördüyünüz kimi belə qəribə bir formalıdır. Oturub oynaya bilərəm. Inspect-lə ki, güya oxşadım. Amma bu düzgün yol deyil. Çünki diqqət edəsinizsə, yəni əzib bu formaya salıb. Yəni salam əslində öz boyutunu daşıb. Yaxşı, düzgün variant nədir? Nə edə bilərik ortalamaq istəyəndə? Flex-dən istifadə edərik. Display flex. Display flex deyirik, hələ keçsin, dəyişmir. Justified context. X oxuna görə. Əgər direction row-dursa, X oxuna görə hizalamaqda bizə kömək edir. Yəni, necə? Mən deyəndə ki, bəs bunun ölçülərini gəlin biraz böyüdək. Olsun 500-ün, 500-ə. Salam. X oxuna görə ortaya gəlməyini istəyirəmsə, yazıram. Justify content center ortalanır. Əvvələ gəlməyini istəyirəmsə, yazmağıma ehtiyac yoxdur, çünki default dəyəri zaten startdır. Amma yəni, işte istəsəm belə bir şey edə bilərəm. Sonra isə enddir. Bu formada düşür. Sual varmı? Center deyib ortaya gətirirəm və Y oxuna görə ortalamaq istəyirəmsə, align items center deyirəm. Bu tam formada mənim
yazımı, elementimi, element daxilində elementimi, nəyim varsa ortalayır. Display flex olmasa orada. Bəli, display flex olmasa bunlar işləməz. Bu display flexin özəllikləridir. Justify və align. Bu end olsa axıra düşər, start olsa əvvələ düşər. Sual varmı? Divi də belə ortalanmaq. Əla sualdır. Yoldaşınız deyir ki, mənim burada bir dənə də şeyim var. Minibox. Minibox'un da özəllikləri bənzərdir. Hansı ki, artıq bunların 50 piksel dəyəri var və yaşıl yox, göydülər. Eyni şey olacaq uşaqlar. Deyək ki, minibox'dan çoxdur. Biraz margin verim ki, 5 piksel aralansın bir-birinə. Okay, center deyirəm, bu formadadır. Artıq çox olanda mən bunlara başqa cürdə yanaşa bilərəm. Deyə bilərəm ki, misal üçün, siz aralanın, bir-birinizdən bu qədər məsafədə durun və s. Əvvəlki özəlliklərim nə idi? Start. Start deyəndə hara gedəcəklər? Əmrləri əsas görə verməliyik var. Bəli. Flex kimdirsə, əmri o verir. Flex olan uşaqlarına nəzarət edə bilir. Uşaqlarına nəzarəti valideyn eləyir. Uşaqlara sözü kimi keçir, valideynin hansı ki flex dəyəri var. End deyirəm, bura gəlir. Hamısını aşağı eləmək istəyirəm, yenə end deyərəm, gələr, bura düşər. Sual varmı? Narahat olmayın, birazdan daha da qarışacaq. Bu formada ortaya gətirəndən sonra justify content-in start, end və center dəyərləri var idi ki, əvvələ, ortaya, axıra gətirək x oxuna görə. Bundan başqa bizim align, space, between özəlliyimiz var. Gəlin buradan bu iri boxu ortaya gətirək. Space between deyirəm uşaqlar. Space between nədir? Bir-birinizdən neçə dənəsisə dəxili yoxdur. Ən kənarlarda olacaq formada aralan. Yəni, misal üçün 5 dənə eləyirəm. Dəxilisi yoxdur. Aralanın bir-birinizdən. Justify space around. Around neyindir uşaqlar? Bu formada aralayır. Yanlardan və sağından eyni qədər boşluq buraxaraq. Evenly neyinir? Eyni qədər boşluq buraxaraq. Okeydirmi? Ən çox işlədəcəyimiz space between olacaq. Bunu. Yəni, digərlərini elə işlətməliyim, amma bu bayağı çox işlənəcək. Sual varmı? Bunların arasında ölçü vermək olur məsələn bu qədər. Əla. Yoldaşımız misal üçün deyir ki, mənə lazımdır ki, bunların hamısı ortada dursun. Bu formada center. Lakin və lakin margini yoxdur bunun və bundan çoxdur. Elə eləyək ki, hər yer tutsun. Mən bunların arasında məsafə vermək istəyirəm. Gap özəlliyi var uşaqlar. Gap yazırıq. 5 piksel. Gap özəlliyi arasında məsafəni verir. Lakin deyə bilərsiniz ki, mən bunu margindən də eləyərdim. Gaplə marginin fərqi nədir? Mən buna margin verəndə okey, üstdən deyərsiniz, mən də yuxarıya 0 yazaram. Mən buna gap deyəndə uşaqlar, bu hamısına verir margini. Birinciyə də, axırıncıya da. Gap verəndə isə birinci və axırıncı nəzərə almır. Fərqi budur. Bunun bizə nə kimi üstünlüyü var? Misal üçün, bunun width-i olardı auto, yəni yazmayaq, autodan defaultu. Width-ini şey verək, max content. Margin 5 piksel olan zaman qıraqdan məsafəni görürsünüz. Biraz böldüm. Bu formada məsafəsi var. Amma bu olmasa, bunun yerinə gap olsa,
Qıraqdan məsafə yoxdur. Okeydimi? Aradakı fərqi bu. Gap ilk və son elementi nəzərə almır. Hə, deyək ki, element sayı bayağı çoxdur. Başlayır özünü daşdırmağa, sabit ölçüsünü qaytaraq. Başladı özünü kiçiltməyə. Mən 50 demişəm, 50-dən aşağı düşməyə başladım. Daha da artıraram, daha da düşər. Hə, bu zaman nə edərəm? Bu zaman deyərəm ki, bəs görürsən sıxılırsan, sıxılma, düş aşağı. Wrap özəlliyi var. Flex wrap deyərəm. Normalda no wrapdir. Biz wrap deyən kimi düşür aşağı. Align items ki biz vermişik və bunun da height'ı var. Ona görə belədir. Height'ını götürsək bu formada düşəcək aşağı. Ki əksər vaxt sabit height vermirik zaten. Amma işi qaldırmaq istəsəydik, align items start deyə bilərdik. Bu formada. Wrap nə ilə uşaqlar? Yerin yoxdur. Lap yaxşı. Düşərsən aşağı. Bu formada düşən zaman bunu çox işlətmirik. O bura diqqət eləyin. İşlətməyəcəksiniz, amma align content var. Align content əgər bizim bu elementlərimiz çoxdursa və sətirlər əmələ gətirirsə, bu zaman ortalamaq üçün align items yox, align content işlədirik. Və sıra necə dursun, onu deyirik. Yəni, misal üçün, align items center deyərəm. Hələ ki, indiki vəziyyətdə heç nə eləmir deyə bu içini eləyər. Bu isə sıranı eləyər. Okey. Yaxşı. İndi gedək deyək ki, normal halına qaytaraq. Bunların içində rəqəmlər var. Alt shiftlə uşaqlar dili sürətli dəyişə bilərsiniz. Box olsun 10 dənə. Baxın, bu formada düşür. Wrap reverse var. Wrap reverse eləyəndə bunun əksi olur artıq. İşlətməzsiniz, amma yenə də bilin bir özəllik kimi ki, lazım olsa bu cür eləyə bilərsiniz. İndiyənə kimi mənim bir dəfə ehtiyacım oldu buna. Responsive eləyəndə normalda aşağı salırdım. Tam əksini istəmişdilər. Hə, orada işlətmişəm. Amma ondan başqa işlətmişəm. Okey. Real işləyən. Wrap reverse-də belə. Wrap nə işə baxdı? Alt sətrə atdı. Justify content neynədir? X-ə görə ortaladı. Align items neynədir? Y-ə görə ortaladı. Sual var mı? Okey. İndi uşaqlar. Gəlin belə bir şey eləyək. Bunun height-ını götürək. Ki, normal hala düşdün. Justify content center yerinə deyirik. Justify content start. Misal üçün, əvvələ gəlib düşsün. Uşaqlar, bunlar yan-yana düzülüb, düzdür? Biz istəyə bilərik ki, bunlar alt-alta düzülsün bu formada. Bu zaman flex direction kolumndan istifadə edərik. Okeydimi? Baxın, responsivilikdə bunu dəhşət çox istifadə edəcəksiniz. Qəşəng bir şey çıxmayacaq. Misal üçün, bunu yazmaq lazımdır deyək. Neynədiniz? Deyək ki, div qoydunuz, gətirdiniz bunun üstünə. Aysa, responsivilikdə belədir. Artıq bunun əslində başqa cür yazarsan, götürüb position'ını ləğv eləyərsən, gəlir elə altına düşər. Başqa sayt tapım.
Hə, bu misal üçün. Normalda belədir. İşçilərimizdir. Gəlirik tablet versiyasına, belə düşür. Telefon versiyasında belə düşür. Hə, artıq birinci qayda. Responsiv yazmağa başlamazdan qabaq strategiyamızı qururuq, sonra əlimizi koda vururuq. Ağlımda qururam ki, belə eləyəcəm, sonra buradan bu gedəcək, sonra əlimi koda vururam. Başlayım, sonra nə olar, eləməyim. Gedirik, baxırıq ki, baxın, bu kartların demək olar hamısı. Gedib, display flex-lə işləyiblər. Kartları qoyub, ölçünü verib, display flex deyib, 4-ünü də doldurub, hamısının eninə 25% deyib, biraz da gap verib arada və deyib ki, media query 600 pikseldən aşağı düşəndə neynə? Kartların olsun eni 100%, flex direction-da qal. Bir şey qutardı getdi. Yaxşı, gedək bunu həqiqətən də yazaq. Bu hissəni misal üçün özümüzdə etməyə çalışaq. Deməli, olsun bizim box'ımız. İçində də olsun bu artıq kart. Deməli, orada kartımız necə idi? Yəni, baxaq. Bu formada qıraqdan biraz məsafəsi var. Diqqət eləsək, bu məsafə bütün saytda var. Baxın, bu ta ki navbardan başlayır, buna bax, xəttinə qədər simmetrik gəlir. Buna konteyner məntiqi deyirlər. Baba, hamısında buradan məsafə var, eyni qədər. Yəni, çox vaxt telefonda itir, bəzi saytlarda itməyə də bilir. Okey, gedirəm, buna deyirəm ki, bəs sənin enin var, amma eni max width ilə verirəm. Ki, lazım olsa kiçilə bilsin. Çünki deyərəm ki, sənin enin 500 pikseldir, düzdür? Amma artıq əvvəl kimi rahat deyiləm, responsiv yazıram deyə. Telefonumuzun ölçüsü 320-dir. Sən buna 500 deyən kimi nə olacaq? Aşağıdan scroll çıxacaq. Daşır deyə. Səhifəni belə-belə eləyə biləcək. Bu da doğru deyil. Ona görə width yox, artıq max width işlətməyə çalışacaq. Ki, işte yerin yoxdur 500-lük, olacaq. Height-ında eyni cür. Height-da da misal üçün height yerinə min height yazacaq. Min height nədir? Yəni 100 piksel olmağı istəyirəm, amma işdir. Daşırsan, onda böyük. Gedirəm, deyirəm ki, width-in 500 pikseldir. İçindəki qutular da 4 dənədir də, düzdür? 4 dənə qutu necə olar? 25% də, düzdür? 100-dürsə, tamı 4-4 eləmək istəyirəmsə 25%. Width-nə deyərəm 25%. 25% tutar. 4 dənə də qoyarım. Niyə belə oldu? Çünki eyni. Beşən. Column qoymuşam. Gəlir bu formada düşür. Gapim var 5 piksel. Onu götürürəm hələkilik. Artıq tam 4-ü də yan-bayan düşdü. Artıq bunun içindən gedib kodumu yazıram. Nə idi? 2 şəkildir, bir də şeydir. Mən ancaq yazın yazacağam. İçindən olsun bizim yazımız, yəni bir dənə də div. Sürətli yazmaq üçün hamısını götürək, belə eləyək. Olsun elə div adi. İçindən də son. Bu bir ton. Son 1, son 2. Okey. Bunlara artıq mən ölçü verəcəm. Kartın içindəki divi necə seçə bilərəm uşaqlar? Aysa. Ki, birbaşa divi seçsin. Bunun borderi var. Borderini verirəm 1 piksel. Solid black. Arxada rəng yoxdur. Rəngi götürərəm. Gəlib hamısı düşdü. Buna da rəng vermərəm, amma borderini verərəm. Biraz da padding verərəm. Bu formada
Gəlib düşdülər. Yaxşı, aradan məsafələri var. Lap yaxşı. Elə isə özünə deyərəm. Padding yuxarıdan 0, margin yuxarıdan 0, yanlardan bir 10 piksel işimizi görərmi? Görür. Baxın, bu formada aranı verib. Diqqət edirsə, əslində mən bunu içindəkinə vermişəm ha. Özünə verməmişəm. Özü 25%-dir hələdir. O hissədə problem yoxdur. Gedirəm bir dənə media query-də indi. Hatta gəlin biraz daha qəşəng olsun deyə. Buradan da SEO-sunu falan da yazaq bunun. İçini dolduraq. İçində nə olsun? Heç bir dənə də deyil. Son. SEO. Şəklini qoyum yoxsa? Biraz yuva olundu. Qoyun. Yok. Her şey karşılayacak. Narahat olmayın. Düzələcək. Oraya kadar bakıyorum. Okey, bu olur developer, bu olur Arnold. Bu olur, indi gələcək bunun yerinə Linda. Buradan da John Cover. Okey, bu formada gəldi, düşdü. Arada məsafələri də var. Və indi mənim tək işim bunu responsif eləmək üçün nədir? Yaşa. Media query-mi gedib götürürəm. Yoxdur burada. Heç nə özümüz yazarıq. Amma məndən məsləhət siz yazmayın. Çünki hərf səhvi ola bilər. Mənim yazmam da sizə yaxşı bir şey deyil. 600 piksel deyək. Və bu ölçüdə deyirəm ki, təzədən eyni şeyi kopyalayıram, amma içini siləcəm. Kod təkrarlayıb kod uzatmağın adı yoxdur. Yəni, zaten burada flex varsa, burada təsir edir. Burada eləyəcəyim tək şey, bir dənə yeni flex direction column deməkdir ki, alt-alta düşsün. Yaxşı, belə gülçəcəkdir. Responsivliyini yoxlayıram. Aha, daşmanı görürsünüz. Niyədir? Sabit height. Sabit height'ımız yoxdur ki, niyə belə olur? Bunlara kartlara sabit height vermişik deyə uşaqlar. Buna görə oldu. Amma kartlara əsasən sabit height verməyə məcbur oluruq ki, eyni olsun ölçüsü. Ona görə bunun ölçüsünü artıraq bir 100 eləyək. Və gəlir bu formada düşür. İndi kartın içindəki divlərin də height'ını 100% eləyək ki, valideyni ilə eyni olsun. Okey. Aşağı düşəndə artıq mən bunların arasında məsafə istəyirəmsə, gəp də verə bilərəm. Buradakı margini götürə də bilərəm ki, aralarından da eyni olsun. Okey, bu formada düşdü. Aralarında bulan məsafə varmı? Gəlirəm, aşağı eləyirəm, responsiv moda çəkirəm. Baxın, responsiv daha bu sayt. Sadəcə bəzən işləmir deyə öz saytlarınızda da belə olacaq. Yeniləməyə ehtiyac var, ondan sonra düzəlir. Okey, arada biraz məsafə ilə bir yerdə var. Okey, gedirik buradan məsafə verməyə çalışırıq. Margin 10 pikseli götürsək. İçinə verir, amma özünə vermir deyə bu formada qalır. Özünə vermək üçün nə edə bilərəm? Gəp verərəm. Ana bunun valideyni. Gəp 10 piksel. Artıq aralanar və bu artıq necədir? 25% deyil də, düzdür? Nə qədərdir? Eni. Desktopda 25% idi. 4-4 bölünürdü. Telefonda necədir? Yaşa. Elə isə gedirəm. Bunu, yəni kartı
Deyirəm ki, sən oldun 100%. Heitinə də dəymirəm, çünki elə bu boydadır. Ardından gedirəm, baxıram səhifəmə. Normalda, responsive olanda. Normalda, responsive olanda. Gəlin indi bəzək düzəyinə keçək və bunun şəklini verək. Salsın qaqaşın şəklini götürək. Hamısına eyni şəkli verəcəm hələçilik. Okey, image taginə şəklini veririk. Reset CSS-də indidən məndən sizə məsləhət image-lərə width 100% verin. Verməsəz başımız ağrıyacaq. Bunlar image-lər ən çox responsivlikdə bizim başımıza oynasanlardır. Bu formada veririk. Ardından bunun içindəki, misal üçün nəyin içindədir? Kartın hamısına verək bunu. Klasın içindən sonraki kart. Okey. Hamısı gəldi bu formada düşdü. Buna deyirəm ki, kartın içindəki image bəs sənin height'ın max content deyil, nə qədər olsun? Özünə şey demişiksə 50 piksel olsun. 50 şey oldu, 20 desək. Deməli buna təsir eləmir ümumiyyətlə. Çünki kartın birbaşa çayıldı deyil. Birbaşa çayıldı deyilsə belə yazarıq. Bu formada. Okey. Gələr, belə düşər. Bu formada. Ardından mən aşağı atanda gəlib bu formaya düşər. Deyə bilərik ki, bu artıq biraz belə deyil, kiçik oldu. Bu halda gəlin bunu faizlə verək. Və kartın height'ını harda vermişdik? Burada vermişdik. Hansı ki 100 piksel vermişdik. O da azlıq elədimsə 300 yaxşı olar. Okey. 200 okey. Normalda bu ölçüləri dizayner bizə sabit verir. Ki, yəni bu ölçüdə olmalıdır. Və ya saytda işləyəndə baxırıq ki, neçə pikseldir, ona əsasən işləyirik. Hə, gəlirik responsive eləyəndə görürük ki, bu formadadır. Elə isə bu responsive olanda gedək ki, kartımızın ölçüsü 200 yox, məncə olsun 500. Bu formada olsun. Və yazılar yəqin ki, ortada olmalıdır. Elə isə burada artıq ancaq x-ə görə ortalamaq lazımdır deyə deyərəm ki, onun içindəki yazılara, yəni nöqtə kartın içindəki bütün divləri deyə bilərəm indiki halda, amma doğru deyil, çünki bütün divlərə gəlib təsir eləyə bilər. Ona görə gedin siz class verin. Center deyirəm text align. Bu flex-ə aid bir şey deyil. Bütün tekstlərdə keçərlidir amma. Bu formada gəlib responsive edirəm. Gedirəm ki, görək saytda necədir. Başlayıram bundan sonra kiçik detallarla oynamaq. Misal üçün gedək ölçülərinə baxaq. Daha dəqiq getmək üçün. Aradan 5 piksel veriblər. Ölçüsü 214-dür. Kartın ümumi ölçüsü nə qədərdir? Belə seçməkdə çətinlik çəkirəmsə, gedirəm özünə. Deməli, 340 piksel hündürlüyüdür, 216 enidir. İkisi artıq ona uyğun yazıram saytımı. Mediaya da buradan baxıb sənə şübhəli olar. Əlbəttə, yəni şeydən kiçildirəm, görəm şeydə necədir ölçüsü. Bu formada. Görürəm ki, ölçüsü 400-600 piksel imiş. Artıq 600 pikselə görə şəklimi ayarlayıram. Misal üçün, vəziyyət ola bilər ki, şəkillərimiz belə ideal olmaz. İndi bunun ölçüsündə belə qəşəng görünür. Dartılmış görünür də, düzdür? Hə, bu halda gedərik image taginə, deyərik ki, object fit cover və object position
Misal üçün center deyə bilərik. Top deyə bilərik ki, hansı hissəsinin görünməyini istəyirik. Okeymi? Çünki əksər halda ola bilər ki, xüsusilə əgər admin paneldən user şəkil əlavə edirsə. İşte saytı verib götürüb vermişik. İşte adam özü şəkil əlavə edir. O şəkil də bizim qoyduğumuz formata uyğun deyil. Yenə də qəşəng görünməsi üçün bu dəyərlərdən istifadə eləyə bilərik. Okey, bu formada. Bu arada bura yazdığınız kodlar əsla qalmır, amma yəni hansı elementi seçib onun üzərindən kod yazsaz, gəlib, belə deyək, bu ID-sinə yazılmış kimi olur bir növ. Bax, inline-la yazdı. Buradan təsir edir, amma refresh-də gedir. Burada da birbaşa klassının özünə yaza bilərsiniz. Ki, məndən məsləhət işləyəndə buradan işləyin ki, görün ki, hə, işlədi, hə, ondan sonra öz kodunuza tətbiq edin. Sual varmı? Okey. İkinci məsələ. Böyük verəcəm. 5 dəqiqəzdə böyük verirəm. Ümumi şeyləri də göstərim. Navbarlar uşaqlar. Navbara diqqət edin. Responsiv olduğu halda buna düşür. Açılıb bağlanmağını bəli, amma bu formaya gəlməyini xeyr. Bu hala gəlmək üçün nə olur uşaqlar? Burada əslində bir dənə də element olur. Burada navbarlarımız olur. Burada da bir dənə gizlin ikonumuz olur. Media query olan, daha sonra telefon versiyasına keçən zaman bu hissəyə deyirik ki, display none. Display none deyəndə silinir bu. Görünüşdən. Inspectdə qalır, amma görünüşdən silinir. Yəni necə? Gəlib misal üçün mən bunlardan birinə display none desəm, getdi. Okeydir. Ona display none deyirəm və bu ikon var idi. Bu da normalda display none olur. Amma media query'nin içində menyular display none'a gedir. Bu yuxarıdakı toggle ikonu isə bu hamburgerə oxşayan olur blok və yaxud nə lazımdırsa bizə o. Yəni flex, blok, nədirsə artıq. Okeydirmi? Narahat olmayın, bu praktika ilə baya-baya düzələcək. İlk. Onsuz da hələ flexdə çox şey qalıb göstərəcəm. Bəli. Onu da medianın içinə qeyd edin. Bəli. 600 olanda 600 pikseldə artıq list gedir display nana yoxa çıxır. I isə normalda nan idi, artıq çevrildi oldu. Kalın yox da blok misal üçün. Okey, bu formada. İndi hələ ki bu qədər bəsdir sizə. Bir dənə üstündən keçək. Flex wrap nədir? Okey. Flex column nədir? Okey. Justify content-lə mən hansı oxa görə hizalaya bilirəm? Align items-a görə? Əla. İndi burada bir dənə iş. Əgər justify content flex direction əl dəyməymişiksə x-ə görə ortalayır. Əgər biz onu y-ə çevirib, koluma çevirmişiksə, onda justify content artıq yer dəyişdirir align items-dan. Justify content hizalayır y-ə görə, align items hizalayır x-ə görə. Aysa. Yəni, misal üçün burada indi gedək deyək. Zalım, hələ heç JavaScript-la keçmirəm, CSS keçirəm, nə olur? Okey, deməli, hələ ki ikisi var və bu ikisini mən gedib deyirəm justify content center, misal üçün bu indi ölçüyə ehtiyacımız var ki, y-ə görə də ortalayaq, ona görə bunun parentini, yəni box'un da height-ını verək bir 600 piksel. Justify content center deyirəm, ortaya gəlir. Align items center deyirəm, ortaya gəlir. Niyə? Çünki ikincidə start var idi. O da onu override edirdi. 2-dən olanda axırıncısını oxuyur. Okey. Bu söhbət
doğrudur, flex direction yoxdursa. Misal üçün, mən indi buna start deyəcəm, hara düşər? Əvvələ, x-ə görə, düzdür? Mən gəlirəm buna deyirəm, align flex direction column. Aha, qəribəlik başladı. Artıq bu end deyəndə özünü align items kimi aparacaq. Okay? Ki rolları dəyişir. Normalda justify content x-dir, align items y-dir, amma flex direction column-dursa getdi. Row görsəz qorxmayın, yəni normalda yazmasaq da row-dur yəni. İki şey vardı, ya column ya da row. Biz ya istəyən yazmaqda row-dur. Amma bunun da tərsi var. Column reverse var, row reverse var. O nə edir? Wrap necə reverse eləyəndə əkisini yazırdı. Burada da eyni şey. Yəni burada misal üçün gəlib mən column reverse eləsəm əksinə dəyişir. Okeydirmi? Sual var? Gaplə marginin fərqi, nə bilim. Okey. Yaşında sizi buraxıram.